Salam əziz və hörmətli şagirdlərim. Sizləri xoş gördük. Bugün biz 6-cı sinif mövzusu olan düz mütənasib kəmiyyətlər ilə tanış olacağıq. Görək düz mütənasib kəmiyyətlər nədir? Ay uşaqlar, əgər bir kəmiyyət bir neçə dəfə artırsa, digər kəmiyyət də həmin dəfə artırsa, belə mütənasib kəmiyyətlərə düz mütənasib kəmiyyətlər deyilir. Gəlin tapşırıq 1-ə baxaq. Tapşırıq 1-də deyir ki, alıcı bir neçə popkorn qutusunu 6 manat ödədi. Popkorn qutularının sayı 2 dəfə çox, 3 dəfə çox, 2 dəfə az, 3 dəfə az olarsa nə qədər pul ödəmiş olacaq? Gəlin baxaq. Deməli, A variantda deyir, alıcı nə qədər pul ödəyəcək? Uşaqlar, alıcı nə qədər pul ödədiyirik? Gəlin tapaq. Deməli, 2 dəfə çox qutu deyirsək, 6 manata popkorn qutularının sayı 2 dəfə çox olacaq, düzdürmü? A-ya yazarıq, X dənə qutuya ödəyir 6 manat. X qutuya ödəyəcək 6 manat. 2X dənə qutuya isə ödəyəcək uşaqlar 12 manat. Daha sonra B variantında nə edəcək? B variantında deyir ki, 3 dəfə çox olarsa, 6-nı vuracağıq 3-ə. 6-nı 3-ə vurduqda edir 18. 18 manat. C variantında isə 6-nı böləcəyik 3-ə, eləyəcək, daha doğrusu 2 dəfə deyir, böləcəyik 3-ə, eləyəcək 2. C variantında isə uşaqlar 6-nı böləcəyik 2, eləyəcək 3. D variantında isə uşaqlar 6-nı böləcəyik 3-ə, eləyəcək 2. Baxaq görək nə deyir. Ödənilən məbləğlər qutusunun sayı ilə düz mütənasibdirmi? Uşaqlar, ödənilən qutunun məbləği ilə qutuların sayı necə mütənasibdir? Düz mütənasib olmuşdur. Tapşırıq 2-də deyir ki, şəkildə düzbucaqlının eni dəyişməyib. Uzunluğunu 3 dəfə artırdıqda 4 dəfə və s. sahəsi nə qədər dəyişər? S bərabərdir 3A-ya. A enini 3 dəfə artırıblar. Düzdür? 3 dəfə. 3 dəfə. Uzunluğu da, ay uşaqlar, nə olacaq? Uzunluğu da, uzunluğu da olacaq 3A. Sahəni də tapmaq üçün 3-ü vuracam 3A-ya, bizə verəcək 9A. Keçdik B variantına. 4 dəfə deyir artırdıqda. 4 dəfə artırdıqda deyirsə uşaqlar, B variantında olacaq S2 bərabərdir 3 vur 4A bərabərdir 12A-ya. Daha sonra S2-ni böləcəyik S-ə, 12A-nı böləcəyik 4A-ya, bizə də verəcək 3. Deməli, S2-ni deməli, böldük 4 elədi 3. İndi S2-ni böləcəyik S-ə uşaqlar. O da olacaq 12A bölünsün 3A, o da bərabərdir 4 dəfə. Deməli, həqiqətən də 4 dəfə artmış olacaqdır. C variantında isə 3 dəfə deyir azaldaq. 3 dəfə, daha doğrusu 4 dəfə azaldaq. 4 dəfə azaldaq deyirsə S3 bərabərdir 3 vurulsun A bölünsün 4-ə. Buradan da nə olacaq uşaqlar? 3A böl 4. S3-ü də böləcəm S-ə, mənə verəcək 3A böl 4. Bölünsün 3A böl 1. Düzdür uşaqlar? Bu da mənə nə verəcək? 3A bölünsün 4. Vurulsun tərsinə 3A-da 1. 3A-lar ixtisar getdi, cavab qaldı 4-də 1. Bu qədər basit. Deməli, 4 dəfə neymiş oldu uşaqlar? Azalmış olmuş oldu. Keçdik məsələ 3-ə. Məsələ 3-də nə deyir? Baxaq görək məsələ 3-ümüzdə nə deyəcək? Məsələ 3-də deyir ki, cədvəldə verilmiş X və Y ədədlərin dəyişməsi üçün mütənasiblik düz mütənasib deyilib. Gəlin baxaq. X böl Y, yəni 6 bölünsün 2. X-imiz 2-dir, Y-imiz 6-dır. Düzdür? Deməli, X böl Y olsa olmaz. Deməli, biz nə yazmalıyıq? Y bölünsün X. Y bölünsün X. O da yəni 6 böl 2, sonra 9 böl 3, 12 böl 4,
və 15 böl 5. Bizə hamısında cavab 3 verdi mi? Bunlar necə mütənasibdir? Düz. B variantında yenə neyniyəcəm? Y bölünsün x-a. 8-i böləcəm 2-yə. Verəcək 4. Amma 9-u 3-ə böləndə mənə verir 3. Bu necə mütənasib cəmiyyətlərdir? Düz mütənasib cəmiyyət deyil. Düz mütənasib deyil uşaqlar. Bu artıq gedəcək tərs mütənasib. C variantında isə baxaq. C variantında da bizə verir ki 3 yenə yazıram. Y böl x. 6-nı bölürəm 3-ə. Yenə 8-i bölürəm 4-ə. 10-u bölürəm 5-ə. 12-ni bölürəm 6-ya. Hamısında mənə 2 verdi. Deməli, bunlar nədir? Düz mütənasibdirlər. Keçdik məsələ 4-ə. Deyir, cədvəldə malı x, y. Aha, biz burada nə etməliyik? Cədvəli nə etməliyik? Doldurmalıyıq. Cədvəli doldurmaq üçün nə edəcəm? Bir malın qiyməti 1 manatdır. Düzdür? Mən əslində nədən götürəcəm ki, bir malın qiyməti nə qədərdir? Bunun üçün deməli uşaqlar nə edəcəm? Baxacam, 12-ni böləcəm 3-ə. Deməli 12-ni 3-ə böldükdə nə düşəcək? 4. Bu deməli 4-ə bölünür. 12-ni 3-ə böldükdə 4 düşür. Düzdür? 1-i 4-ə vuranda eləyir 4. 8-i 4-ə böləndə 2. 4-ü 4-ə vuranda 16. B variantında isə bir cisim V kütləsidir. 5,8-i böləcəm 2, eləyəcək 2,9. Daha sonra 4-ü də vuracam 2,9-a, eləyəcək 11,6. Keçdik digər tapşırığa. Digər tapşırığımız isə məsələ 5-dir. Məsələ 5-də nə deyir? Deyir ki, tənasüb qurub həll etməklə suallara cavab verin. 2 santimetrin kubunun kütləsi bu qədərdir deyir. Gəlin baxaq. Tənasüb qurmaqla həll eləyəcək. Gəlin yazaq. 2-yə yazaq 16,5. 5-ə də yazaq x. Tənasüblə yazsaq, ay uşaqlarım. Onda nə olacaq? 2-nin 5 olan nisbəti bərabərdir 15,6-nın x olan nisbəti. 2x bərabərdir 5 vurulsun 15,6. X də bərabərdir uşaqlar 2x bərabərdir 78-ə. 2x-imiz bərabərdir 78-ə. X də bərabər olacaq 39 qrama. Keçdik B variantına. Deyir 6 vedrə süddən 2 kiloqram kərə yağı alınır. 4 kiloqram kərə yağını almaq üçün deyir nə qədər vedrə süd lazımdır? 6-ya götürürük 2 kiloqram uşaqlar. X-a da götürürük 4 kiloqram. Və bunu həll edirik. Bunu həll eləmək üçün 6-nı bölürük x-a, bərabər eləyirik 2-ni bölürük 4-ə. Olacaq belə 2x bərabərdir 24-ə, x də bərabərdir 12-yə. Nə qədər vedrə lazım oldu? 12 vedrə. Keçdik C variantına. Deyir, Samir 20 dəqiqə kitabın 18 səhifəsini oxuyur. O bir sürətlə 126 səhifə kitabı nə qədər vaxtda oxuyar? 20-yə götürürəm 18. X-a da götürürəm 128. Çarpaz vuracam. 20-yə olacaq x, 18-ə də olacaq 126. Üzr istəyirəm, burada 126 da uşaqlar. Və 18x bərabərdir 20 vurulsun 126-ya. X də bərabərdir 20 vur 126 böl 18. Buradan da ixtisarlarımı apararam. Deməli 2-yə 10, burada da 9. Daha sonra yenə ixtisarlarımı apararam. Qalar 14. Cavabım da x ilə bərabərdir 140-a. Keçdik tapşırıq məsələ 6-ya. Deyir, x və y düz mütənasib kəmiyyətlərdir. Verilən şərtə görə mütənasiblik əmsalını müəyyən edin. Mütənasiblik əmsalı nədir? K mütənasiblik əmsalıdır. K mütənasiblik əmsalını biz müəyyən eləyəcəyik. Deməli, deyir ki, məsələ 6-da. X 2-dir, y 8-dir. X 2-dirsə, y 8-dirsə, k-nı tapmaq üçün həmişə uşaqlar y-i k-ya, x-a bölürük. O da bizə nə verəcək? 8 bölünsün 2. Bizə verəcək 4. B variantında isə yenə 12-ni böləcəm 4-ə. Bizə nə verəcək? 3. Sonra digər variantda isə
deməli 3-ü böləcəm 6-ya. 3-ü də 6-ya böləcəm, eləcək 0,5. Yəqin ki, sizə aydın olmuşdur. Keçdik digər tapşırığa. Məsələ 7. Məsələ 7-də nə deyir? Deyir, sahəsi 18 kilometrin kvadratı otaq döşəməni rəngləmək üçün 3,6 kiloqram boya işlədildi. İstifadə edilən boyanın miqdarını rənglənmə sahəsinin düz mütənasib asılı olduğunu necə izah edəcəksiniz? Uşaqlar, yadınızda qalsın. Gəlin baxaq. Döşəmənin sahəsi artdıqca boyanın miqdarı da artır. Döşəmənin sahəsi artdıqca boyanın miqdarı da artırsa, bu düz mütənasibdir. Deyir, mütənasiblik əmsalını tapın və izah edin. Gəlin mütənasiblik əmsalını tapaq. K mütənasiblik əmsalıdır. 3,6-nı bölərəm 18-ə. Aha, sonra 3,6-nı bölərəm hər tərəfi neyniyərəm ay uşaqlar? Vuraram 10-a. Düzdürmü? Olacaq 36 bölünsün 180. O da mənə nə verəcək? 0,2 kiloqram. Sonra, deməli 1 metr sahəyə görə nə qədər boya işlədilmişdir? 0,2 kiloqram boya işlədilmişdir. Daha sonra C-də deyir ki, işlədilən boyanın miqdarını ifadə edin. M bərabərdir, S vurulsun 0,2. D-də isə bizə deyir ki, S bərabərdir 15, 20 və 28 olduqda düstura əsasən hesablayın. Gəlin düstura əsasən hesablayaq uşaqlarım. Yazacağım ki, D-də. D-də yazacağım ki, əziz şagirdlər, S bərabərdir 15-ə. M nəyə bərabərdir? 15 vurulsun 0,2. O da bərabərdir 3 kiloqrama. S bərabərdir 20 olduqda isə 20-ni vuracam 0,2. Bizə nə verəcək? 4 kiloqram. Sonra S 28 olduqda M bərabərdir 28 vurulsun 0,2. O da bizə verəcək 5,8 kiloqram olmuşdur. Keçdik məsələ 8-ə. Məsələ 8-də bizə nə deyir? Məsələ 8-də bizə deyir ki, düz mütənasib asılı qrafikində mütənasiblik əmsalını tapın və asılılıq düsturunu yazın. Tamam, düz mütənasiblikdə dedik ki, K mütənasiblik əmsalıdır. Düzdürmü? Gəlin, məsələ 8-ə baxaq. Aha, A-da bizə nə verib? A-da deməli 1 və 4 hissədən ibarətdir. Düzdür, 1 və 4 nöqtəsindən ibarətdir. Bunun üçün biz nə edirik? Bunun üçün biz düstur yazmalıyıq. Düsturumuz x bərabərdir 1-ə, y-imiz də bərabərdir 4-ə. K mütənasiblik əmsalını tapmaq üçün k bərabərdir y bölünsün x-a. O da bərabərdir 4 bölünsün 1-ə. O da bərabərdir uşaqlar 1-ə. Y-i tapmaq üçün k-nı vururam x-a. O da bərabərdir 4x-a. Aha. B variantında da neyniyəcəm? B variantında da 2-2-dir. 2-2 olduğuna görə neynəməliyəm burada? Olacaq k bərabərdir 2 bölü 2 bərabərdir 1-ə. Y də bərabərdir x-a. Aha. C variantında isə x 2-dir, y isə 3-dür. Birinci yerdə duran həmişə x-in qiyməti olur. İkinci yerdə duran isə y-in. Bu da bizə verəcək 1,5. Y də bərabərdir 1,5 x-a. Keçdik məsələ 9. Misal 9-da bizə nə deyir? Məsələ 9-da bizə deyir ki, misal 9-da y dəyişəni, x dəyişəni düz mütənasib asılıdır. Mütənasiblik əmsalını tapın. Mütənasiblik əmsalı nədir? K mütənasiblik əmsalıdır. Və bu düsturu yazın. Cədvəli tamamlayın və qrafik qurun. Tamam. Yazaq. Deməli, ay uşaqlarım, biz nədən bilirik? Biz oradan bilirik ki, 6, 3 olub. Deməli, 6-nı 3-ə böldükdə nə düşüb? 2-yə. Deməli, 6-nı nəyə bölüblər? Uşaqlar, 2-yə. 6-nı nə ediblər? 2-yə bölüblər. Düzdür? İndi hər tərəfə 1-i vuracam 2-yə, eləyəcək 2. 4-ü böləcəm 2, eləyəcək 2. 4-ü vuracam 2, eləyəcək 8. Okey. Biz indi bunun qrafikini qurmalıyıq uşaqlar. K mütənasiblik əmsalıdır. K mütənasiblik əmsalı olduğunu tapdıq. İndi x olsun 3, y də olsun 6. K da bərabərdir y bölünsün x-a. 6-nı da bölüm 3 eləyir neçə? 2. Y də bərabərdir 2x-a. Okey. İndi biz burada qrafikləri qeyd edib qura bilərik.
Qrafiklərimizi qeyd edirik nöqtələrini və koordinatımızı qururuq. X və Y. Əgər 1-dirsə, x-imiz 1-dədirsə, y-imiz 2-dədir. Daha sonra x-imiz 2-dədirsə, y-imiz 4-dədir. Sonra x-imiz 3-dədirsə, y-imiz olacaq 6-da. Daha sonra x-imiz deməli, x-imiz 4-dədir, y-imiz olacaq 2-də. Gəlin, baxaq. Deməli, 1 ilə 2-nin kəsişməsi bu nöqtədə, 4 ilə 2-nin kəsişməsi bu nöqtədə, 6 ilə 3-ün kəsişməsi bu nöqtədə, daha sonra 2 ilə 4-ün kəsişməsi isə nə olacaq? Bu nöqtələrdə qeyd olunmuş olacaqdır. Və biz nə etdik? Qrafikimizi qurmuş olmuşduq. Daha sonra qrafiki də qursaq, qrafikimiz bu şəkildə olacaqdır. Sonra keçdik uşaqlar B variantına. B variantında eyni qayda ilə. Deməli, 6-nı artıq nə ediblər? 3-ü bölüblər 6-ya, düşüb 2,2-də 1, düzdür, o da eləyir 2, düzdür mü uşaqlar? Hər tərəfi 2-yə vuracam. Daha doğrusu hər tərəfi x 2-dir. 2-ni 2-yə böləcəm. Bura düşəcək 1. 2-ni vuracam 2-yə 4. 4-ü də vuracam 2, eləyəcək 8. C variantında isə uşaqlar 10 olub 4, düzdür? Deməli 14 olubsa, ay uşaqlarım, C variantında 10 artıq nə olmuşdu uşaqlar? 10 olmuşdu 4. Burada üzr istəyirəm. Burada olmalıdır. A variantında cavabımız olmalıdır 8. Aha, C variantında isə uşaqlarım. Deməli, C variantında 4-dür. Onu 4-ə bölüblər, eləyib 2,5. Düzdür? 2-ni vuracam 2,5, eləyəcək 5. 6-nı vuracam 2,5, eləyəcək 15. Və 12-ni böləcəm 2,5, eləyəcək 4,8. Bu da bizim düsturumuz. Və qrafikini də qurmaq üçün uşaqlar, bu qrafikləri mən cədvəli tamamladım. Siz isə nə edəcəksiniz? Qrafikləri özünüz qurmuş olacaqsınız. Daha sonra bizə nə deyir? Deyir, x 10, 100 olduqda y-in uyğun qiymətini tapın. Uşaqlar, x 10-dur, 100-dür. Düzdürmü? Y-in birinci tənlikdə neçə olmuşdu? 2x olmuşdu da. Bu düsturum. Y bərabərdir 2x-a. X-im 10 olduqda 20 olur, 100 olduqda 200 olur. Daha sonra y-imiz burada y bərabərdir. X bölü 2 düsturuydu. 10 olduqda olur 5. 100 olduqda isə olur 50. Sonra buradakı düsturda isə düsturumuz necə idi? Y bərabərdir 2,5 x-a. 2,5-i vuracam 10-a, eləyəcək 25. 2,5-i vuracam 100-ə, eləyəcək 250. Bu qədər basit. Keçdik məsələ, misal 10-a. Deyir ki, ay uşaqlarım, düz mütənasibli asılı qrafiki verilmiş nöqtələrdən keçir. Uyğun düstur yazın və cədvəl tərtib edin, qrafik qurun. Qrafik üzərində 3 nöqtə koordinatını yazın. Okey. Gəlin baxaq. Bizə verir ki, uşaqlarım, deməli 4 və 8. X-im neçədir? X-im 4-dür. Y-im neçədir? Y-im isə nədir? 8-dir. K bərabərdir Y bölünsün X-a. O da bərabərdir 8 bölünsün 4-ə. O da bərabərdir 2-yə. Düzdür? Y-im bərabər olacaq uşaqlarım. Nəyə? K vurulsun X-a. O da bərabərdir 2x-a. X 1-dir. Y olacaq 2. X 2-dir. Y olacaq 4. X 3-dür. Y-im olacaq 6. Nəyə görə? 2-ni vuracam 3-ə. Aha. Yazsam ki 1, 2, sonra 2, 4 və yazaram 3, 6. Aha. Bu bizim A variantımız. Keçdik B variantına. Və biz bunu nə etməliyik uşaqlarım? Qrafikini qurmalıyıq. Qrafikini qurmaq üçün nöqtələri qeyd edəcəm. 1, 2,
2, 4, 3, 6. Birinci yerdə duran x-in, ikinci yerdə duran isə y-in qiymətidir. Y və x. Birinci yerdə durur 1. Burada isə duracaq neçə? 2. Sonra burada duracaq 2. Uşaqlar, burada duracaq nə? 4. Burada duracaq 6. Burada da duracaq nə? 3. Bu bizim qrafikimiz nə olacaq ay uşaqlar? Koordinat başlanğıcından keçərək düz xətt əmələ gətirəcək. Koordinat başlanğıcından keçərək düz xətt əmələ gətirmiş olmuşdur. Aha, buna da bir dənə cədvəl tərtib etsəm, ay uşaqlar. X, Y cədvəli, X, Y cədvəli. 1, 2, 2, 4, 3, 6 və belə. Keçdik B variantına. C variantını isə mən sizə sərbəst verəcəm. C variantını özünüz evdə sərbəst işləyəcəksiniz. B variantında isə koordinatlarımız neçədir? 4 və 2-dir. Düzdür uşaqlarım? Yazacağım ki, K bərabərdir. Y böl X. O da bərabərdir. 2 böl 4. O da bizə verir 2-də 1. Deməli, Y-im nədir? 0,5 X-dır. Düzdürmü? Onda və yaxud da 2-də 1 x-dır. X 2-dirsə, y-im olacaq 2-də 2. Aha, x-im 6-dırsa, y-im olacaq 3. X-im 8-dirsə, y-im olacaq 8 bölü 2, 4. Aha, indi mən bunların cədvəlini yazacağım. Yazacağım 2, 1. Daha sonra 6, 3, 8 və 4. Bunun da cədvəlini quraq, ay uşaqlar. Cədvəlini qursaq, deməli x, y. Burada 2, 1, 4, 2, 3, 6, 4, 8. Bu da bizim nəyimiz olacaq? Cədvəlimiz. Bayaqki kimi x-imiz orada 2 idi, indi burada artıq biz bir dənə də qrafikimizi quraq uşaqlar. C variantını sərbəst evdə özümüz işləyəcəyik. D variantını isə sizin üçün işləyəcəyəm. Deməli, uşaqlar, x-im 2-dir. Mən x-i 8 hissəyə ayırmalıyam. 1, 2, 3, 4, 5, 6, 7. Bu da 8. Deməli, 2-yi, y-imi isə ayırmalıyam 4 hissəyə. 1, 2, 3, 4. 1, 2, 3, bu da 4. Aha. Bunun kəsişmə nöqtəsi burada. Sonra 2, 4. 2 ilə 4 kəsişmə nöqtəmiz burada. 3 və 6. Kəsişmə nöqtəsi buradır. 4 və 8. Kəsişmə nöqtəsi isə buradır. Biz bu xətləri nə edəcəyik? Birləşdirəcəyik. C variantını nə edirik uşaqlarım? C variantını evdə özümüz sərbəst işləyirik. Keçirik nə variantına? D variantına. D variantında isə uşaqlar, koordinatlarımız neçə olmuşdu D variantında? 3 və 3'dür. D variantında koordinatlar 3 və 3. D variantında koordinatlarımız 3 və 3'dür. Aha, 3 və 3'dürsə uşaqlar, deməliyim, biz nə edirik? C variantını evdə yazacağıq. X-imiz 3'dür. Y-imiz isə 3'dür. Okey. K bərabərdir 3 bölünsün 3'ə. 1. Nə gözəl. Y-imiz bərabərdirmi X-a? X-a 1 versə, Y də 1'dir. X-a 2 versə, Y də 2'dir. X-a 3 versə, Y də 3'dür. Və nöqtələrimi qeyd edirəm. 1 və 1. Aha, 2 və 2. Çox gözəl koordinatlarımız var. 3 və 3. İndi uşaqlar, koordinatlarımızı yenə qursaq. Buradan bir dənə balaca cədvəl quracağım. Aha, 1'dirsə, burada da 1'dir. Aha, sonra 2'dirsə, burada da 2'dir. 3'dirsə, burada da 3'dür. Və bu cədvəl, bu da bizim qrafikimiz olmuş olacaqdır. Və bizim cədvəlimiz isə x, y.
x1'dir, y də 1'dir, x2'dir, y də 2'dir, x3'dür, y də 3'dür. Aha. Keçdik uşaqlar. Misal 11'ə. Düz mütənasiblik misalında qrafikin də 2, 3, 8 nöqtələri keçir. Vermiş nöqtələrin qrafik üzərində yerləşdirsə, boşxanaya uyğun koordinatı tapın. Gəlin mən sizə həllini yazım. Deməli, M 2 və 8 nöqtəsidir. Düzdür? K bərabərdir. X, Y bölünsün X-a. Yəni 8 böl 2'yə. Aha. Y bərabərdir K vur X-a. Y də bərabərdir 4X-a. Düzdür? B-ni nöqtəsini tapmaq üçün biz buradan istifadə edəcəyik. Birinci yerdə duran nəyin qiymətidir? X-in qiyməti. Y-i tapmaq üçün nə edəcəm? 4'ü vuracam 1'ə, eləyəcək 4. Aha. Y-im 10'dur. 10, 4x 10'a bərabərdir. Düzdürmü? 10'u da böləcəm 4'ə, eləyəcək 2,5. Aha. D'də isə x-im 3'dür, y-im də olacaq 12. 16'da 16'dan 4'ə böləcəm, düşəcək 4. Uşaqlar, bu qədər basit imiş. Keçdik digər tapşırığımıza. Tapşırıq 12. Nasos qoşulduqdan sonra boş çənə yığılan suyun həcmi y. Zamanı x mütənasibliyi asılı verilmişdir. Qrafikə əsasən yığılan suyun həcmi zamanı asılılıq düsturu yazın. Qrafikin üzərində qeyd olmuş nöqtələrin koordinatları nəyi göstərir? İzah edin. Tamam. Ay uşaqlar. Gəlin yazıq. Mənim gözəl ballarım. 2y olacaq x bərabərdir 2'yə, y bərabərdir 20'yə. Və olacaq x bərabərdir. Deməli, nə qədər olacaq uşaqlar? Daha doğrusu biz 12'yə baxırıq. Üzr istəyirəm. Aha. 2, bu isə olacaq 30. Digər isə, baxın uşaqlar, 2 dəqiqədə 30 litr su doldurur. 6 dəqiqədə isə 90 litr su yığır. X 2'dirsə, y də 30'dursa, uşaqlar. Onda misalım necə olacaq? K mütənasibliyi misalını tapmaq üçün çox basit. Y-i böləcəm x-a, yəni 30'u böləcəm 15'ə, düşəcək 2. Daha sonra isə y də bərabərdir 15x-a. Aha. Bizdən də nəyi göstərdiyini izah elindir. Biz tapdıq ki, nəyi göstərdiyini, 15x-a bərabər olduğunu bildik. Keçdik tapşırıq məsələ 13'ə. Deyir ki, şəkildə işçi aldığı əmək haqqı y, işçilərin sayısı bu qədər. Düz mütənasib asılının qrafikini, bu düz mütənasiblik qrafikidirmi? Gəlin baxaq. Bu niyə düz mütənasiblikdir? 20'ni böldüm 2'yə düşdü 10, 50'ni böldüm 5'ə düşdü 10. Deməli, bu necə mütənasiblikdir? Düz mütənasiblikdir. Deyir, işçi 2 saat işlədikdə neçə manat gəlir əldə etmək olur? 2 saatda 1 saatda 10 manatdırsa, uşaqlar 2 saatda nə qədər olacaq? 2 saatda olacaq nə qədər? 20 manat. 2 saatda olacaq 20 manat. Düz mütənasibdir, 20 manat. Sonra o 50 manat qazanmaq üçün neçə saat işləməlidir? 50 manat qazanmaq üçün neçə saat işləməlidir uşaqlar? 50 manat qazanmaq üçün əlbəttə ki 5 saat işləməlidir. Düzdürmü? 1 saatim 10 manatdır. Mütənasiblik əmsalı necədir və nəyi göstərir? Mütənasiblik əmsalı K-dır. 1 saata qazanılan pulu göstərir uşaqlar. K nəyə bərabərdir? 10'a. İşçinin aldığı əmək haqqı y, iş saatının nəyin x-in asılılıq düsturunu yazın. X-in x-in asılılıq düsturunu yazmaq üçün uşaqlarım, neyiniyərəm? Yazaram ki, y bərabərdir k vurulsun x-a. Y-im də bərabərdir 10x-a. Və sonunuzda deyir ki, işçi 10 saat işlədikdə nə qədər əmək haqqı ala bilər? Əlbəttə ki, 10 vur 10 bərabərdir 100'ə. Mənim əziz şagirdlərim, siz də bizim dərslərimizdən yararlanmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın.
gündəlik izahlarımızdan yararlana bilərsiniz və bizim ödənişli dərslərimizdə iştirak etmək istəyirsinizsə 055 280 59 24 nömrəsi ilə əlaqə saxlamağı unutmayın. Görüşərik. Görüşənədək uşaqlar sağ olun.